Hamı bilir ki, sevilən ifaçımız özü dünənləri gözəl bir mahnısı ərsəyə çıxıb. Gülay eyni sənin xəssiyyətini götürüb, nədən? İldə bir dəfə efirlərə çıxar, nə məndə sakitçi, yəni qalma-qaldan uzaq olar. Gecə saat 3-də, 2-də, heç 2 olmasın, 1-də. Gülaya zəng vurulsalar ki, bizim xanım demişkən bir möhtəbər bir insan, bir məmur ki, gəl bizim məclisimizdə oxu ginən. Necə baxarsan buna? O sənətçidir o xanım. İndi Orxanın da, xanımın da, Rəvanın da kimə öz ətrafı var, tanışları var, bilirlər kimi, hara, hansı məclisə dəvət etmək lazımdır. Yəni, elə bir adam yoxdur ki, ikidə zəng vursun ki, məclisə dəvət edib Gülay xanım. Kimdə yoxdur? Bunlarda yoxdur, yoxsa Yox, ümumiyyətlə? Gülay xanım deyilənsinə bir adam ola bilməz ki, gecə 2-də. Niyə ola bilməz? Yəni, tanıyan bilən bilir ki, evdə uşaq var, yatsırır vaxtında, tezdən saat 7-də durur, uşağı yola salır məktəbə. Yəni, elə bir şey o yoxdur, ola bilməz məncə. Olsa nə reaksiya verərsin ki, hanım? Olsa, ya, həmən adam başı üstündə örgüzdə fikirləşdə zəng edib Gülay xanımın məclisə dəvət eləsin. Onu deyə bilərəm. Sən son vaxtlar yaman bu... Yox, Allah'ın deyirəm.